İndi isə keçid alaq həkimlərimizə olan suallarımıza. Miqren mənim üçün həqiqətən bir bəladır. Çünki mən özüm miqrendən əziyyət çəkmişəm. Miqrenin nə demək olduğunu miqrendən əziyyət çəkəndən soruşacaqsan. Miqrenin tarixi də elə qədimə gedir çıxır ki, elə bu məsələ ilə bağlı araşdırmada elə məşhurların adlarını eşitmişəm ki, Makedoniyalı İskəndərdən, Yuli Sezardan tutma, Beethoven'dən tutma, Çaykovskidən tutma, ta ki gətirirəm bu sıranı özümüzə qədər ki, bunlar baş ağrılarından əziyyət çəkirlər. Bizi izləyən bəlkə də indi neçə sadə vətəndaş deyir ki, Lalə qızım, bilsən məni nə hala salır o miqren. Biz sizlə miqrenin əlaməti, çünki miqreni baş ağrısı ilə çox dəyişik salırlar. Miqren dərmanları ağırdır. Baş ağrı da təbii ki, biz ağrı kəsici... Ağrı hesab etməyək, sadəcə pasiyentə uyğundur, belə deyim. Bəli, yəni bütün dərmanları protokolda, evidence-based guideline pasiyentə vermək də düzgün deyil. Hər pasiyentə uyğun dərman seçimi olur. Miqren baş ağrıdır, bəli. Birincili baş ağrıdır. Var primer baş ağrıları, sekundər baş ağrıları. Birincili baş ağrıları 90% hallarda rast gəlinir. Bu zaman əslində beyində hər hansı bir üzvü patologiya, orqanik patologiya olmur, amma ikincili baş ağrıları 10% hallarda rast gəlinir. O zaman beyində hər hansı bir patologiyadan qaynaqlanan bir baş ağrıları olur. Miqren o 90%-in içindədir, yəni birincili baş ağrısıdır və çox rast gəlinir. Düzdür, ümumiyyətlə praktikada, həm də ədəbiyyatlarda daha çox gərginlik baş ağrısı yayılsa da, amma sırf nevroloqa müraciət etmə, sırf miqrendir. Miqren belə deyim də ikinci yerdədir gərginlik baş ağrısından sonra. Niyə? Çünki şiddəti güclüdür. Çox şiddətli bir baş ağrıdır. Sizin dediyiniz kimi həqiqətən həyat keyfiyyətini azaldır. Ailə münasibətlərinə təsir eləyir, iş keyfiyyətindən təsir eləyir. Həmin gün demək olar heç bir şey eləyə bilmir. Yatır ancaq qaranlıq otaq istəyir. Bu çox önəmlidir. Çünki digər baş ağrılarının diferensiyasında həqiqətən qaranlıq, məsələn, klaster baş ağrısı var ki, əksinə yatanda daha narahat oldurup gəzmək istəyir. Amma miqrendə sırf qaranlıq otaq istəyir pasiyent. Və belə deyim də, miqren tutur. Adətən hər zaman deyil, böyüklərdə bir tərəfli tutur və ağrı sırasında ürək bulanma olur. Bəzi hallarda qaytarma ola da bilər, olmaya da bilər. İşıq, səs, qoxulardan bir narahatlıq, buna deyirlər fotofobiya, fonofobiya, osmofobiyanı çox demirlər, amma mən bunu xüsusi vurğulamaq istəyirəm. Çünki o vaxt Türkiyə-Ankara Qazidə çalışarkən sırf bu mövzuda osmofobi, miqren və osmofobi mövzusunda bir seminarda çıxışım olmuşdu, ondan bağlı hazırlamışdım. Qoxular da, xüsusi qoxular da miqren baş ağrılarını həm tətikləyə bilər, həm də olan ağrını daha da artıra bilər. Və miqren baş ağrısı, belə deyim, böyüklərdə hardasa 4 saatdan az çəkmir, 4-72 saat dərman qəbul etmir. 3 gün deyirlər müddəti var. Bəli, çəkə bilir. 72 saat, bəli, 4-72 saat. Baxır, indi ağrı kəsici içsə pasiyent, bəzilər deyir, doktor artıq ağrı kəsici belə mənə kömək etmir. Yaxşı ki də kömək etmir, mən onlara deyirəm. Çünki ağrı kəsici hər zaman bilib-bilmədən, bəli, bilib-bilmədən zərərli hesab edir. Əslində, Jalə xanım, statistikada, belə deyim də, dəhşətli bir statistikadır. Çünki gün ərzində 1 milyon insandan 3000-i miqrendən əziyyət çəkir. Yəni, bu kifayət qədər böyük rəqəmdir. Dünyada əhali sayını nəzərə alsaq və bunu da ona vursaq, həmin o saya, bu dünyada ümumiyyətlə ən çox yayılmış xəstəliklər sırasında da 3-cü yeri tutur. Və bizim ölkəmizdə də miqrendən əziyyət çəkən insanlar əmək qabiliyyətini aşağı salan xəstəliklər siyahısında da ilk sıralardadır. Bizə 5 əlamətini sayın. Bax, yenə deyirəm, çünki bu baş ağrısı qəribə bir anlayışdır. Sən qata bilərsən, qatışdıra bilərsən bu yerlərini. Çünki soyuq dəymədən ağrı ola bilər, yorğunluqdan ağrı ola bilər, yuxusuzluq. İllərdir qaymaritim var deyə müalicə alanlar var. İllərdir boyun osteoxondroz, o el arasında deyirlər endozlaşma. Əslində osteoxondroz da biz həkimlərin dediyi yox, rentgenin verdiyi bir diaqnozdur. Biz həkimlər deyirik, boyun nahiyəsində diskin degenerativ dəyişikliyi, yəni bura aid ola bilər protruziyalar, yırtıqlar bu şəkildə bəzən qarışdırılır. İllərdir doktor, mən osteoxondrozdan müalicə alıram, amma baş ağrım keçmir. İllərdir sinusit dediyimiz, yəni burun ətrafı ciblərdə, parasakital sinuslar deyirik. Haymor boşluğunda, frontal boşluqda qarışır bəzən, amma fərqləri var. Miqrenin 5 əlaməti dediniz, onu sayım Lalə xanım sizə. Böyüklərdə və yəni mövzudan mövzuya yaranır. Uşaqlarda da çox rast gəlinir. Bəzən deyirlər, uşaqlarda da doktor miqren ola bilərmi? Bəli, ola bilər. Neçə yaşdan olar? Görürük, yəni 6-7, yəni bu yaşlardan başlayaraq görülə bilər. Bəli, və uşaqlarda 1-48 saat davam edir. Böyüklərdə isə 4-72 saat
böyüklərdə daha çox bir tərəfli. Ya sağ, ya sol, bir tərəfdən tutur, gözünə vurur. Amma bəzən dəyişir. Dəyişə bilir. Sağı, Buradan sola, tutur, keçir, 3 gün sonra dediniz o digər tərəfə keçir. Amma uşaqlarda belə deyək də bilateral, yəni hər iki tərəf, bilateral alın nahiyəsində, bilateral frontal nahiyədə ağrını görürük. Fərqlər dediyim kimi, birində ümumi, birində isə bir tərəfli olmasıdır. O zaman bax, bu görüntü var, bu mənə çox tanışdır. Çünki həqiqətən yenə deyirəm, başı miqrenlə əziyyət çəkən insanlar bilə bilər ki, bunun ağrısı, bunu sözlə demək mümkün deyil, duya bilərsiniz, amma hiss edə bilməzsiniz. Çünki onu yaşayanlar onun ağrısını, amma bax bir uşaq, məsəl üçün, Allah uzaq eləsin, buradan yaxşı toxundunuz, çağırış edək. Əgər bir körpə uşaq 6-7 yaşı varsa, gəlir anıya, fasiləsiz olaraq başım ağrıyır deyirsə, deməli o ana narahat olmalı. Bəli, ürək bulanma uşaq deyirsə, ya ürək bulanır, qaytarır, rahatlayır və həmin anda dərsləri qoyur, kitabları qoyur kənara. Mən qaranlıq istəyirəm, belə deyirlər də miqren xəstələri. İşıqları söndürün, ətrafdakılara pərdələri çəkin, səssiz, qaranlıq. Uşaqları müalicə edirsiniz? 5 yaşın üzərində, bəli, müalicə. 5 yaşın üzərində? Bəli, 5 yaşın üzərində uşaqlarla da məşğul olur. Aha. Böyüklər dözə bilmir. Yazıq bu balacalar. Dözə bilmir və miqrendə daha çox digər baş ağrılardan fərqləndirən xüsusiyyət fiziki hərəkətlə ağrı daha da artır. Dursa pasiyent, yəni hər hansı bir iş görmək istəsə ağrılar daha da şiddətlənir. Yəni mümkün. O zaman əlamətlərə keçəkmi? Bir tərəfli adətən böyüklərdə, bir tərəfli şiddətli, döyünən xarakterli, yəni sıxıcı yox, döyünən xarakterli ağrı, ürək bulanma, işıq, səs, qoxulara qarşı həssaslıq, ağrıların 4-72 saata qədər davam edə bilməsi, fiziki hərəkətlə ağrıların daha da şiddətlənməsi. Və miqren elə bir bəladır ki, yenə deyirəm, təkcə ondan əziyyət çəkəni deyil, bəzən bütün ailəni əsir alır. Məsələn, mən Allah hamının balasını saxlasın, 2 balam, əgər mən miqrenəmsə bilirlər ki, ana telefondan uzaq dayanmaq istəyir, ana qaranlıq otaq istəyir. Ümumiyyətlə, bax, biz təsir dairəsində danışmışıq, amma ümidlə Yaşada da bu barədə danışaq. Miqrenin tam müalicəsi varmı? Çünki deyirlər ki, miqreni uzatmaq olur. Yoxsa, yəni ki, belə deyim də, müalicə ilə... Əslində, uzatmaq olur sözündə həqiqət var, belə deyək də. Mən müalicəmi elədim, bir daha deyirəm, biz miqrenin var atak müalicəsi, var profilaktik, yəni qoruyucu tədavi deyil, qoruyucu müalicəsi var. Atak müalicəsi artıq ayda çoxdursa, belə deyim də, atak sırasında verilən dərmandır. Bir də var profilaktik, yəni qoruyucu müalicə, atakların olmaması üçün. O zaman heç bir ağrı kəsici qoruyucu müalicədə istifadə etmirik. Yenə pasiyentin yaşı, cinsi, yanaşı xəstəlikləri, şəkərli diabet varmı, yüksək arterial təzyiq varmı, mədə-bağırsaq problemləri varmı, digərləri nəzərə alınaraq müalicə edilir. Müalicə etdik, bəli, müalicə edirik miqreni, aması var. Amma etdiyi ömrünün sonuna qədər bunun başı ağrımayacaq deyə bir şey yoxdur. Düzgün müalicə və rejim çox önəmlidir. Rejimlə uzun müddətli remisiya. Remisiya nədir? Remisiya uzun müddətli sağalma, belə deyim, əldə edə bilirik. Artıq bir müddət müalicəmizi edirik, sonra pasiyent rejimi əməl edərək, onu da birazdan sadalayacağım, nələr olar, nələr olmaz miqrendə. Təbii ki, bunlar bizim üçün çox önəmlidir. Çünki deyirlər ki, miqrendə, məsələn, çalış kofe içmə. Məsəl üçün, kofe içsən, baş ağrın şiddətlənər. Ümumiyyətlə, Jalə xanım, şükürlər olsun Allaha, bu indi hər üçünüzə aiddir. Tibbdə elə bir, belə deyim də, səhiyyədə elə bir inkişaf var ki, vaxtında mümkün deyil. Məsələn, miqrenin müalicəsi mümkün deyil. Miqren müalicəsizdir. Sadəcə uzaq. Bugün, Allaha şükür, tibb inkişaf edir və yavaş-yavaş deyirsiniz ki, yox. Sərt şəkildə deyirsiniz. Xeyr. Yəni, miqrenin qarşısını almaq mümkündür deyirsiniz. Nə gözəl. O zaman biz... Hətta belə deyim də, mənim köməkçilərimdən biri vaxtı ilə mənim 2020-ci ildə pasiyentim olub, miqrenlə müraciət edib və illər sonra onu yanıma iş almışam. Heç bir ağrı yoxdur, şükür Allaha. Amma biz bunu %100 deyə bilmirik. Sənin ömrünün sonuna qədər ağrı olur. Amma uzun müddətli dediyim kimi, remisiya əldə edirik. Ən doğru cümlə budur. Müalicə edirik və uzun müddətli remisiya əldə edirik. Aydındır. Yəni, siz uzun müddət miqrendən xilas ola bilirsiniz və mən tamaşaçıya deyəcəm, deyirlər ki, mənə miqrenlə bağlı xeyli suallar var. Bir qədər sonra indi planşetlə oxuyacağım. Müraciətlər var, müraciətləri eşidək. Daha sonra baş ağrısından əziyyət çəkənlər, diqqətiniz bizdə olsun. Bəzən, bəli, şokolad belə, kofe belə, kafein belə, çay belə, indi su xaric, hansısa bir... Su əksinə çox normal olmalıdır. Su normal olmalıdır. Bəzi ərzaqlar, bəzi qidalar, çünki miqrendə nevroloqumuz elə Jalə xanımın otağında mən o, belə deyim də, təqdim edilən insanlara siyahını görmüşəm. Onlarlar var, burada da var, həmin siyahı, bəli. Mütləq. Biz indi odur ki, diqqətlə qulaq. Miqrendə nələr olmaz.
tutaq ki, təşviş həyəcan pozuntusudur, panik atak, nələr olar, nələr olmaz. Olmaz, əla. O zaman sadalayaq. Mən yenə deyirəm, bizim buradakı məqsədimiz faydalı olmaqdır. Bəlkə də hansısa insan olmazları eşidəndən sonra başlayacaq bir özünə yox deməyə və baş ağrıları azalacaq. Bu da bizim faydamız olmuş olacaq əslində. Amma sizə müraciətlər var. Mən istəyirəm bir onları da eşidək, daha sonra keçid alaq olar və olmazlarımıza. Monitorumuzu izləyirik. Səs açaq. Ondan sonra bütün günü başım ağrıyır. Ondan sonra qıcılmalar var. Bütün gün elə bir başım ağrıyır da başım üstündə durmur. Gözlərim qaralınır. Bax elə bir saatdan bir yapılan ailədən, yapılan ailədən. Gözlərim qaralır. Bu ağrı migren ağrısıdırmı? Layla xanım, belə deyim də, migrenə çox xas deyil. Hər gün davamlı ağrıması, yəni hər gün səhər açılandan axşama kimi davamlı ağrıması bəzi hallarda ola bilər. Hər gün davamlı. Amma çox güman ki, bu xanımda həm migren var, həm də gərginlik tipi baş ağrısı. Adətən pasiyenti hər gün narahat edən bir ağrıdır. Amma biz anamnez tam almalıyıq o pasiyentdən, tam dinləməliyik. Ondan sonra biz deyə bilərik, ümumiyyətlə migrenə bənzər bir ağrıdır, gərginlik. Çox güman ki, bir neçə baş ağrı qarışır. Bəlkə də yalnız onda gərginlik tipi baş ağrısıdır. Mən gəlmişəm sizin yanınıza. Biz təsəvvür edək ki, indi biz Ümidlə Yaşa studiyasında deyil, Jalə Qarayevanın nevroloji mərkəzindəyim. Mən gəlmişəm və sizə həkim olaraq demək istəyirəm, doktor, mənim başım ağrıyır, mən bilmək istəyirəm mənimki migrendirmi, migrendən məziyyət çəkirəm, yoxsa baş ağrısı. Bir həkim kimi mənə nə suallar verəcəksiniz? Gəlin bir müayinə prosesini tamaşaçıların gözü önündə keçirik. İlk öncə sualı belə verəcəm ki, başınız necə ağrıyır? Yəni arxadan mı başlayır, yanlar, gicgah nahiyələr sıxılmır. Burada döyünən xarakterlidir Layla xanım. Bəli, bəzən əl vuranda, üstündən tutanda ürək kimi döyünməsi olur. Baş ağrı olanda ürəyiniz bulanırmı? Baş ağrı olanda bəli olur bəzən. İşıq, səs sizə pis təsir edirmi? Bir mənalı olaraq sakitlik və qaranlıq. Ağrı kəsici içirsinizmi? Ağrı kəsici məsələsinə belə toxunum. Mən əvvəllər biraz gec içirdim. Sonra mənim əmim mənə bir xaricdən dərman gətirdi və dedi ki, bunu həmin an içəcəksən. Ağrı başladığı an. Onu həqiqətən də ağrı başladığı an içəndə dayanırdı. Amma gecikdirsəm, o ağrı davam edirdi yəni. Yəni ortalama götürsək həftədə və yaxud ayda hansı sıxlıqla o dərmanı qəbul edirsiniz? Bu çox güman ki, atak sırasında verilən. Ayda bir dəfə. Sizin yəni çox da profilaktik, qoruyucu müalicə ilə atak müalicəsi də yaxşı təsir. Artıq ataklar sayı çoxdur say ərzində, belə deyim də, xroniki migrendə artıq 15 üzəri olmalıdır ayda. Yəni siz mənə bu suallarla migren diaqnozu yəqin ki, migren qoyursunuz ki, migrendir, eləmi? Çünki bənzəyir, amma burada mütləq migren belə deyim də anamnezdən qoyulur. Anamnezdən pasiyentlə tam dinləməliyik, nevroloji müayinə etməliyik, obyektiv baxmalıyıq. Tam şəkildə dinlədikdən sonra biz amma müayinələrə... O məşhur çəkinicinizi də bir dəfə İnşallah gətirəcəm gələn verilişlərdə. Mütləq, mən onu istəyirəm, biz sınıyaq burada izləyicilərimiz. Testlərim də var müxtəlif xəstəliklərdə, yaddaş olsun, depressiya olsun, əsəbilik testi, hamısını gətirəcəm inşallah irəliləyən zamanda gözləyəcək. Mən inanıram ki, bizim çox faydamız toxunacaq izləyiciyə. Amma burada Allaha qurban olum. İndi Kamal Ağarzayev da burada. Dünən yaxşı idi, 3 xanım var idi. Bir bəylərin arxasınca da arada bir qeybət edə bilirdik. Təbii ki, bu zarafat yanadır, söhbətdən gedir. Söhbət edə bilirdik. Bax, bu kişilərin Allahı burada da gətirib. Deyirlər ki, bu araşdırmalara görə migren ən çox qadınlarda olur. Bəli, Layla xanım, migren daha çox qadınlarda, belə deyək də, hardasa 22% qadınlarda, 16% kişilərdə görülür daha çox. Bir də genetika çox önəmlidir migrendə. Ötürücüdürmü ailədən ailə? Bəli, əgər bir valideyndə varsa migren baş ağrısı, daha çox ana xətti deyirik, amma ata xətti ilə də bəzən ötürülə bilir. Bir valideyndə baş ağrı, migren varsa daha doğrusu, 40-45% hallarda övladda da olma ehtimalı çoxdur. Amma hər iki valideyndə migren baş ağrısı varsa, o zaman 75% həmin övladda da migren baş ağrısı görüləcək. Ümumiyyətlə belə deyim də, uşaqlarda migren də biraz geniş mövzudur. Uşaqlarda migren demək olar ki, hər sinifdə 1-2 uşaqda da migren baş ağrısı var. Bəzən bilmirlər, yorğunluğa bağlayırlar və yaxud dediyim kimi, bayaq da qeyd elədim, sinusitlərə, yəni burun ətrafı ciblərdə olan iltihaba bağlayırlar. Çox üzərinə getmirlər. Amma artıq uşaqlarınızda görürsünüz ki, dediyim kimi, yəni qaranlıq otağa çəkilirsə, böyüklərdə, uşaqlarda ürək bulanma varsa... Şübhə edəcəksin. Jalə xanım, məsələn, bir sual var, mən bunu səsləndirmək istəyirəm. Tamaşaçı yazıbdır. Mən çalışacağım, zaman biraz, valla bizə yetmir. 1 saat 20 dəqiqədir veriliş, yenə zaman yetmir. Çalışıram ki, bir video görüntü, bir sual, heç olmasa Instagramdan bir sual, WhatsApp-a, qaynar xətləri bilirsiniz. Yenə xatırlatmaq istəyirəm sizə. 010 260
deməli, düz deyirəm, əməkdaşlarımızdan 250 yoxsa 1065, deyəsən 250 1065 idi. İndi mənim yaddaşımı da yoxlamış olacaq bu arada və çünki dünən sadalamışıq, hələ ki mən 250 1065 düz demişəm. Düz demişəm. Deməli, yaddaşım var hələ, yaxşıdır Jalə xanım. Mənim sizə yaddaşla bağlı hələ ki müraciətim yoxdur. Amma bax, belə bir sual yazıblar. Biz deyirik ki, əgər, məsəl üçün, siz bax, məndən otağınızdaymış kimi sual verdiniz. Bu hal olanda ürək bulanırmı? Bu standartdır. Bəli. Bu halda ürək bulanır. Amma tamaşaçıda görün nə olur. Amma bulanmayan hallar da olur. Layla xanım, bu dediyim əlamətlərin hamısının olması da yox. Onu demirəm. Amma adətən ürək bulanmanı. Məsələn, bu sualı vermirik. Baxın, nə deyir? Deyir ki, salam Jalə xanım, mənim tez-tez başım ağrıyır və bundan sonra burnumdan qan açılır. Yəni, hər baş ağrısından sonra burundan qan niyə açılsın? Bu zaman ətraflı anamnez vacibdir. Bəli, yüksək arterial təzyiq fonunda da ola bilər. Lor patologiyalar da ola bilər, burunda da bir problemdən ola bilər, beyində hər hansı üzv patologiyadan da ola bilər, burundan qan açılır. Bu ətraflı anamnez və müayinələr, bayaq orada soruşdunuz, yarımçı qaldıq. Miqren anamnezinə, yəni pasiyent gəldi, tam dinlədikdən sonra miqrenə bənzədirik. Amma mütləq orada bəzi müayinələri göndəririk. Niyə? O bəzən pasiyentlər mənə sual verir, doktor, MRT-mdə miqren çıxdı və yaxud digər müayinələrdə miqren çıxdı. Xeyr, MRT-də və digər müayinələrdə miqren çıxmır. Sadəcə biz ikincili, o sekundar baş ağrıları deyirik, hansı ki travmalara, damar mənşəli, şişlərə bağlı olan baş ağrılar, onları inkar etmək üçün, çünki bəzən bənzəyir. Bir tərəfli olur, ürək bulanır, ikincili bulanır. Onları inkar etmək üçün, bəli, digər laborator və instrumental müayinələrdən istifadə edilir. Sizin mərkəzdə, əslində Jalə xanımın nömrələri də ekrandadır. 050-363-1002-dir. Müraciət edə bilərsiniz və baş ağrısından bir dəfəlik xilas ola bilərsiniz. Çünki deyir ki, gəlin, mən dəqiq diaqnozu qoyandan sonra bunun müalicəsini sizin üçün edəcəm. Görürsünüz, nevroloji mərkəz görüntülərdə. Diaqnoz hər zaman müalicənin yarısıdır. Yarısıdır, bəli. Doğru diaqnoz isə demək olar ki, hamısıdır. Və mən istəyirəm bir təşəkkür videosu gəlir. Amma mən tamaşaçıya, vallah, bu səmimiyyətdən irəli gəlir adətən. Çox təşəkkür edirəm. Mənə deyirlər ki, nə qədər video görüntülər var. Bugün icazə verin, təşəkkür videosunu verim. Növbəti dəfə Jalə xanım gələndə sizin o görüntülü göndərdiyiniz bütün videoları. Baxın, əslində bu həsəd aparılacaq bir andır. Çünki Ümidlə Yaşa ikinci gündür efirdədir. Amma qaynar xət bir dəqiqə olsun belə susmur. Sizi çox sevirik. Sizin sağlamlığınız üçün çalışırıq. Nə sualınız varsa verin. Bugün olmaz, sabah olmaz, gələn həftə mütləq biz onun cavabını vermiş ola bilərik. Təşəkkür videomuz var, təqdim edək. Xəstəliyindən əziyyət çəkirdi. Jalə Qarayevanın yanına gətirdi uşağı. Ondan 4 il olar ki, müalicəsini alır. Ondan uşaq sağlamlığına qovuşdu. 4 ildir. Təşəkkür edirik Jalə xanıma. Epilepsiya ilə bağlı. Üzərində idi deyəsən, səhv etmirəmsə, səhv edə bilərəm, amma uzun illər olduğunu bilirəm. Övladı artıq bəli, 4-5 ildir tutmasız izləyir. Mən bəyə təşəkkür edirəm, amma bir gün bu yaxşı oldu, mənə bir cığır açdı, bu mövzuya toxunaq. Epilepsiya mütləq, çox 20 il vacibdir. Jalə xanım, bir uşaq epileptik tutma tutursa, mən təsəvvür edirəm ki, 20 il ana da, ata da, evdə olan digəri onunla bərabər ölürlər. Çünki bu qayıdacaqmı, qayıtmayacaqmı bu epileptik tutmada, onunla bərabər dirilirlər. Ona görə mütləq toxunaq, bir gün ayrıca toxunaq yəni. Qısa deyim, əslində 20 ildə o içir anti-epileptik dərman, yəni epilepsiya əleyhinə dərman içir, amma burada çox önəmlidir epilepsiyanın növünü təyin etmək. Çünki var bir beyin yarımkürəsindən başlayan, fokal və generalizə, hər iki beyin yarımkürəsindən başlayan. Bu arada xatırladım ki, həmçinin mən nevroloq olmaqla yanaşı elektroensefaloqrafiya üzrə mütəxəssisəm, ölkə xarici yəni sənədlər var bu barədəki. Elektroensefaloqrafiya üzrə mütəxəssisəm. O elektroensefaloqrafiyada konkret dalğanın, ocağın harada... Mən bir dəfə gəldim, qaranlıq otaqda bəli, işıqlar oldu və siz beyin orada dalğaları həqiqətən mən gördüm də. Doğru müalicə etmək şərtdir. 3-4 dərman dərman bir arada şərt deyil. Doğru, düzgün epilepsiya əleyhinə dərman vacibdir. Aydındır. Zəhmət olmasa, miqrenə səfa olan, miqrenə cəfa olan, yəni yardım edən, əzab verən kofe dediniz, kofeni bir dənə vurğulayım. Kofe biraz mübahisəli dəsində ədəbiyyatlarda da olarmı, olmazmı, tamamən olmaz deyənlər də var. Amma bir fincan kofedən bir şey olmaz mı? Təzyiq əslində bir şey olmaz. Amma həddən artıq kofein bəli. Məsələn, məni qorxuzublar. Mən migren vaxtı 3 gün kofe içmişəm. Mən də tövsiyə eləmirəm pasiyentlərimə, amma doğru biz ədəbiyyatlarla danışsaq, yəni doğru düzgün desək bu şəkildədir. Həddən artıq kofeindir, kəskin qidalardır. Yəni acılı, tur,
şirniyyatı çox sevənlərə buradan pis xəbərim olacaq. Həqiqətən miqreni tətikləyir, Şirinlik qıcıqlandırır. yeməyəcək, Çox vacib bir şey deyim, yəni ekran qarşısında yəqin miqrendən əziyyət çəkən pasientlər təsdiqləyəcək. Miqren belə bir baş ağrısıdır ki, az yatanda da miqren tutur başımıza. Tutaq ki, hər gün 7-də oyanmalıyıq, 4-də oyanırıq, başımız tutacaq. Və çox yatanda da. Hər gün 7-də oyanmalıyıq, 10-da, 11-də istirahət günüdür, bazar günüdür, tətil günüdür. Oyandığımızda yenə başımız tutacaq. Bir məsələyə də toxunum. Deməli, miqren xəstələri yol gedəndə, maşın gedəndə, telefona və yaxud nəyisə oxumağa başlayanda dərhal ürək bulanma başlayır. Bu o bütün miqrenlərə aid deyil, biraz vestibulyar aparata bağlıdır əslində. Hər bütün miqrenlərdə elə bir şey olacaq. Bir də o qaymaret, frontit, yəni ümumiləşdirsə sinusitdən fərqi. Sinusit daha çox soyuqda olur. Miqren istidə də olur, soyuqda da olur. Jalə xanım, mən əslində biz 2 saatda üzbəüz otursaq, verəcək suallarım çoxdur. İnsanlar xeyli sayda, yenə deyirəm, təşəkkür edirəm, sağ olun. Mən bilirdim, siz bizimlə bərabərsiniz onsuz da, amma bunu qaynar xəttə gələn mesajlar daha çox təsdiq edir. Çox sağ olun. Mən son sualı ünvanlayacağım sizə. Olmazları dedik, miqrenə faydası olan qida varmı? Miqrenin dostu olan, miqrenin rahat keçirməyinə səbəb olan var. Sağlam qidalar, düşünürəm efiri izləsələr, siz zaten bunları göstərirsiniz. Mən tez hara apardınız mənim kərəviz suyumu? Kərəviz suyu içəcəydim tez. Sağlam qidalanma, əsas olmazlardan qaçınsaq, məsələn, telefon uzun müddətli qaranlıqda ekran işığına məruz qalma, bu da miqren. Dediyim kimi, kəskin qidalar, həddən artıq kafeindir, aşırı planşet istifadəsi, telefon istifadəsi, bunlar miqrenə çox pis təsir edir və artırır miqreni. Çox yormaq özünü, həddən artıq yüklənmə, həddindən artıq fiziki iş, bunlar da miqreni artıran faktorlardan. Aydındır. Mən sizə təşəkkür edirəm. Ümid etmək istəyirəm ki, insanlarımız hansısa formada faydalanacaqlar bundan, sizin dediklərinizdən yola çıxacaqlar. Amma bəzən olur ki, biz həqiqətən həkimsiz bacarmırıq. Və mən bir sual vermək istəyirəm. İnsan niyə ağrımalıdır ki? Yəni başınız, bax bir ara özümə bu sualı verirdim. Nəyə görə ovuc-ovuc ağrı kəsici içməliyik? Müalicə varsa, ağrı kəsicilərdən azad eləyirsə, bəli. 2 aya müalicə olunacamsa, 2 aya sağalacamsa, çünki bu ağrı kəsicilər mütəmadi olanda narahat olun, sizin üçün yeni ağrı yaradır. Yəni, bu qaraciyər ola bilir, bu yaddaş pozğunluğu ola bilir. Əlbəttə, növbəti bir son sual. Çünki deyirlər ki, bunu sizə verim bir Türkiyə çarə ilə bağlı. Bu bizim yaralı yerimizdir. İstəyirəm bir həkim kimi ona münasibət bildirəsiniz. Yazır ki, salam Lalə xanım, mən sizin verilişinizi izləyirəm. Uğurlu düşə çox gün. Mənim, deməli, onun deyir dərmanı kartofun sokunu çəkib, şirəsini yəni çəkib, içməkdir. 2 günə yox olur gedir. Ay bu doğru olsa ölkədəki bütün kartofları mən alaram. Yox, Lalə xanım. Vallahi yəni. Kartofun tərkibinə axıb diqqət yetirsək, orada sinirlə bağlı bir şey yoxdur. Yox, təəssüf ki, bəli, bəzi qidalar deyə bilərlər, o fərdi olaraq həmin pasientə digər xəstəliklərdə, tutaq ki, beyin qan dövranı pozulması, digər fərdi olaraq təsir eləyə bilər. Yəni psixoloji düşünə bilər ki, miqrenə. Amma yəni ümumiyyətlə faydalı bəzi şeylər deyirlər ki, bundan protokollarda yoxdur, amma praktikada müsbət təsirini görürük. Protokolla danış, əlbəttə elə bir şey yoxdur. Belə bir şey yoxdur. O zaman siz sağlam qidalardan yararlanın. Mən təşəkkür edirəm və tamaşaçıdan üzr istəyirəm arada bax belə göz haqqınızı halal edin deyirəm nuş etdiyim üçün. Çünki fasiləsiz olaraq danışıram, su və ya başqa bir maye içməliyəm. Adətən mən bunu etmirəm tamaşaçının göz önündə. Amma bu dəfə sağlam qidaya səsləyirik deyə özüm də içəcəm sizin gözünüzün qabağında ki, tənbəllik etməyəsiniz və xahiş edirəm sizdən, çox xahiş edirəm. Bizi çox sevənlərdən, bizə inananlardan, bizimlə bərabər yola çıxanlardan, bugün axşam evə bazarlıq edəndə kərəviz saplağı, yaşıl alma və limon alma unutmayın. Mənim xətrimə 10 gün bunu için, bu detoksu inanıram ki, ürəyinizdə mənə bir təşəkkür payınız olacaq və ya bir dua payınız olacaq. Bəli, diqqətli olmaq. Mədə problemində biraz diqqət. Yaxşı ki, deyirsiniz bunları. Ona görə həkim məsləhəti bizə həmişə lazımdır.